Cənab Prezident, bu sizin büdcənizlə ayrılıb mənim ailəmə verilən evdir. Yoldan çəkdirmişəm, evin üstü kimi üstü yox. Qapı kimi qapı yox. Evimin aynı oyunu gətirəndən bəridir, bax hamısı çadırların altında qalıb, bir balamın canına. Cənab Prezident, getdiyim aynı oyunu ma 2 otaq əvəzinə verdikləri evə sığışdıra bilmirəm. Ma bir otaq bir zal veriblər. Bir otaq bir zalıma deyirlər ki, bu 2 otaq deyil, məcbursan, sən tutmalısan burada. Mənim evimdən 2 ev ayna ev veriblər. Bir otaq bir zal altda, bir otaq bir zal üstdə, onu bir otaq bir zal adına veriblər. Sizdən artıq dərəcədə xahiş eləyirəm. Evin qıraqlarına baxın, görün nə vəziyyətdədir, bərbad vəziyyətdə, içi ondan da bərbad vəziyyətdədir, Cənab Prezident. Mən sizdən xahiş eləyirəm, mənim köməyim yoxdur, göydə Allah, yerdə siz. Mənə köməklik eləyin. Burada neçə nəfərin üstünə getdim, heç biri mənə köməklik eləmir, Cənab Prezident. Getdim Bakıya, mənə dedilər ki, get Qaşqın-Koma. Getdim Bakıya Qaşqın-Koma, Qaşqın-Kom mənə dedi ki, bizim orada nümayəndəmiz var. Bax, bu evin girişidir, Cənab Prezident. Qapıdan içəri girirsən girişdir. Divarlara baxsanız özünüz görərsiniz. Divar bərbad vəziyyətdə. Qopuqlanıb tökülür suyun içində, nəmdə. 2 aydır bu evi veriblər bizə. Bu evin nəmliyi qurumur. Divarlar orta evin nəmliyinə baxın, Cənab Prezident. Orta ev suyun içində, quxna suyun içində. Mən burada peş yandırmaqdan bezar olmuşam, burada divar qurumur. Bekarada nəmişlik oldu, olur suyun içində. Divara baxın, göm-göy gəj bağlayıb divar. Bu nə vəziyyətdir? Mən özüm xəstə insanım. Ürəyim xəstə, ciyərim xəstə. Nə bilim, Allah'ın olsun, tam xəstə bir insanam, mənim köməyim yoxdur. Kimin də yanına gedirəm, heç biri mənə köməklik eləmir. Baxın, divarın gününə baxın, mənə verdikləri budur. Demirəm, heç nə istəmirəm, mənim otağımın sayını düzəlsinlər. Bu evdə mən qala bilmərəm, mənim bircədən evladım var, mən onun ciyarını, ürəyim burada xəstə salım, Cənab Prezident. Divara baxın, bu girdik girişdir, zal. Bu zalla o biri otağı mənə 2 otaq adına verirlər. Sizin ayırdığınız bir elə büdcəni yeyiblər, mənə da bir otaq bir zalı deyirlər ki, yox, mümkün deyil. Bu 2 otaqdır, sən oturmalısan burada. Qeyri-mümkündür, biz dəyişə bilmərik bu evi. Bu düşürsə qismətin, oturmalısan buradaya, xeyri yox. Deyirəm, gedəcəm Cənab Prezidentimin yanına, deyir, hara gedirsən get. Bizim verdiyimiz budur. Bakıya vurdum, getdim Qaşqın-Koma, Qaşqın-Kom məni göndərdi ki, nümayəndəm var. Deyir, divara baxın, Cənab Prezident, görün nə haldadır. Oradan məni göndərdi ki, nümayəndəm var. Gəldim burada, getdim neçə dəfə həmən yerə, orada mən bir nümayəndə tapmadım. Dedilər ki, gah oradadır, gah buradadır, mən də vallahi tapa bilmədim. Ədalət müəllimə yönətdilər mənə, o ədalət müəllimi mən tapıb evimə gətirə bilmədim. Ədalət müəllim dedi ki, qeyri-mümkündür, mən ora gələ bilmərəm. Yalandan arada bir dəfə 2 dəfə nümayəndə göndərdi, onlar da gəlib çəkir, deyir ki, bu gerçəkdən də bir otaq bir zaldır. Sonra gedib ayında deyirlər ki, yox, bu bir otaq bir zal deyil, bu 2 otaq sayılır. Evimizin kodu da, bax, əvvəlinə baxmadı. 189, bax, eyl olmalıdır. 189, 91, 45'dir evimin kodu. Bu evi veriblər mənə, bax, bu da yataq otağıdır, Cənab Prezident. Xanoba sakiniyəm. Xocavənd rayonunun Xanoba kəndindədir. Siz özünüz bura açılışa gəlmişdiniz, Cənab Prezident. Mən dedim ki, prezidentimə giley eləyəcəm ki, mənə verdikləri ev budur, qapımın ağzına polisi qoydular, məni qapıdan çölə qoymadılar çıxım. Gedib prezidentə xahiş eləməyin. Saat düşən budur, onsuz da sənin evində bax, mənim yataq kravatımın böyrünün gününə baxın siz, Cənab Prezident. Sizdən artıq dərəcədə xahiş eləyirəm. Mənim göydə Allahdan, yerdə sizdən başqa köməyim yoxdur. Bir elə büdcə ayırmışsınız, hamısını yeyiblər, gətirib qəşəng evlərin hamısını da satırlar, bir balamın canına. Satırlar.
Məndən 2 ev aynı, indicə dediyim ev. Bir nəfərə verilib həmən bax bu ev. Bir otaq, bir zal aşağıdadır, bir otaq, bir zal yuxarıdadır, bir otaq adına veriblər. Elə onu vereydinizdən ama artığını istəmirdim ha. Onu vereydiniz bana aynı oyunuma aparıb sıkıştıra bileydim heç olmasa. Sen tek adama onu verirsən, 3 adama getirip bir otaq, bir zal verirsən. Bəs bunu Allah götürməz axı. Burada ancaq satqı algı gedir cənab prezident. Sizdən artıq dərəcədə xahiş eləyirəm, mənə kömək eləyin.